Salam, axşamınız xeyir olsun. Mənim əziz qardaşlarım, aslanlarım, şillərim. Necəsiz? Nə var, nə yox? Yaxşısınız? Allah var etsin sizi. Mən TikTokda görürəm, cəmaata çox mənasız şeylər paylaşırlar. Və çox insanlar da mənə zəng vurur. Hələ bilirlər mən paylaşmışam. Dilara qardaş, tut yarpağının içinə at stəkana dəmliyik çək. Baxın, indi mən sizə göstərim, siz də baxın. Bu mənim həyətimdir. Adi tut yarpağıdır. Görürsünüz? Tut yarpağının tərkibində heç nə yoxdur. Yəni insana lazım olan bir maddə yoxdur. Bozduq. Hələ bir ki heç nə. Dəmləyirsən, adi su içirsən. Yəni heç bir tərkibə insana lazım. İçində var elə bir şeylər var ki, o da insanın bədənində onsuz da mövcuddur. Yəni mənasız yerə boş-boşuna tut yarpağını dəmləyib içmir. Tut yarpağı dəmləməkdənsə o tutlar var ya ağaclarda. Yığın, qurudun. Qaraciyərin bir nömrəli dərmanıdır. 10-dan 15 dənə atırsan stakanın içinə qardaşım. 5 dənə tut qurusunu at stakanın içinə. Qaynar su tök, dəmli içkinə. Bax, o sənin qaraciyərimin dərmanıdır. Yoxsa tut yarpağı, mən nə bilim nə. Azərbaycanda bitkilərdən mən ikisini bilirəm ki, bir əncir yarpağıdır, qanda xolesterini götürür. Bir də ki, zeytun yarpağıdır, şəkər xəstələrinə çox xeyirdir. Mən nə deyim? Başqa neyim? Bu qızıl güllərdir. İnsanın əsəblərinə, ürəyə, bir də əsəbə xeyri var. Dərginlə yarpaqlarını dəmli içkilən. Ən çox varinesini edirlər insanlar. Varinesi də xeyirlidir. Nə deyim, qurban olmuşsa, yoxsa yapışmışsınız tut yarpağından. Çalışın xeyri olmayan şeylərdən istifadə edib mədənizi gic-gic şeylərlə doldurmayın qardaşlar. Çünki bir şeyin bir insana bir şeye xeyri varsa, başqa şeydə ziyanı var. Boş-boş mənasız mədənizi, özünüzü aldatmayın. Buradan da o tut yarpağını paylaşana müraciət edirəm ki, qardaş, ged o tut yarpağını apar laboratoriyada yoxlatdır, gör insana lazımlı şey varsa, zəng vur mənə, mən də dəmliyim içim. Mən yoxlatmışam ha, amma bir sən də yoxlat. Var olasınız, video ürək qoyun, bu tut yarpağı dəmliyib içənləri atın ki, bir nəticə çıxarsınlar.